bir qadın həyat yoldaşından küssə, bir halda ki, özü haqlıdır, özü günahsızdır, yoldaşının bir səhvi günah olub, küsüb ondan. Əziz Peyğəmbərimiz buyurur ki, qiyamətdə Firon, Nəmrud və Hamanla birlikdə cəhənnəmin ən alt qatında yanar. Allah istəyir ki, ailəni qorusun. Allah bu təhdidlərin vasitəsindən hüquqları pozmur. Yanlış yerə bunu yozmasınlar. İstəyir ailəni qorusun. Yəni, xanım, ola bilər, haqlısan, amma keç. Keçməyi bacar. Ailə bu cür qorunur. Ailə sütunlarını zədələmə. Bəli, evdən bayıra çıxmaq, yenə deyirəm, istisnalar var. Məsələn, xanım da işləyir evdə, əri ona bir dəfəlik deyib ki, hər gün dayı, ehtiyac yoxdur məndən icazə almağa, ged işvə gəl. Və yaxud əri işləyir, xanımına icazə verir ki, hər gün məndən icazə almağa ehtiyac yoxdur, ged mağazadan alış-veriş elə gəl. Bunlar istisnadır. Amma belə bir məsələ yoxdursa, hər dəfəsində, hətta atasının, anasının evinə getmək üçün də həyat yoldaşından icazə almalıdır. Və dinimiz deyir ki, gəlib bunu evladlarının gözü qabağında eləməlidir. Evladlar atanın əzəmətini başa düşsün. Anlasınlar ki, atadan icazə alınmalıdır. Ata evin rəisidir. Bunu öyrənsinlər.